Salam, sizinlə Vüqardır. Deməli, bizim mövzumuz uşağın ixtisasının seçilməsi üçün idi ki, yəni uşaq müəyyən yaşdan sonra ixtisasının seçilməsi məsləhətdir. Onun məktəb proqramı ilə məşğul olması haqqında danışdıq. Biz müəyyən adamlar fikrin bildirir ki, yəni yox elə deyil, bizim uşağımız elə yəni 13-14 yaşından istəyir, istiqaməti bəlli olsun. Yəni hər valideyn özü qərar verir uşağı hansı istiqamətdə getsin. Bəziləri uşağa şans verir ki, uşağın potensialını kəşf eləsin. Yəni uşaq həqiqətən də bacarıqlıdırmı? Yoxlayır onu müəyyən fənlər üzrə, ixtisaslar üzrə və həqiqətən də ortaya çıxanda ki, uşaq oxumur, həqiqətən də heç bir potensialı yoxdur, yaddaşı yoxdur və yaxud müəyyən qüsurları var ki, onun oxumağının mənası yoxdur. Onu hər hansı bir ixtisasa lap gənc yaşlarından, yəni 13, 14, 15 yaşından təyin olmasına görə dəstək olur. Əgər uşağın həqiqətən də potensialı yoxdursa, onda buna əl atmaq dəyər, çünki uşaq sənət əldə etmiş olur. Amma uşağın potensialını yoxlamamaq şərti ilə, hələ bir fəni bilmədi deyə, onu yəni o istiqamətdən kəsib sırf sənətə, hansısa memarlığa, hansısa bir qrafik dizaynerə və yaxud hər hansı bir istehsalat işinə yönəltmək 12, 13, 15 yaşından mən məsləhət görmürəm. Yenə də deyirəm, mən məsləhət görmürəm. Amma seçim valideynindir. Uşağın bədbəxt eləyə bilər, xoşbəxt eləyə bilər, düzgün istiqamətdə verə bilər, səhv də verə bilər. Hər bir kəsin yəni ki, öz əlindədir bu qərar. Yəni ona görə də mən sadəcə olaraq fikrimi bildirirəm və fikrimin üzərində də dururam ki, uşağa şans vermək lazımdır, uşağın potensialını yoxlamaq lazımdır, uşağı araşdırmaq lazımdır, uşaqla maraqlanmaq lazımdır, danışmaq lazımdır. Ondan sonra siz tam başa düşəcəksiniz ki, uşaq hansı istiqamətdə yönəltmək. Yəni təhsillə məşğul olsun, yoxsa bir ixtisas seçib 14-15 yaşından bir sənəti öyrənməklə məşğul olsun.